İçi bol, yumuşaq ponçiklər hazırladım. Bu dəfə ponçikləri yağda yox, sobada bişirdim. Keçəyin hazırlanma qaydasına çox möhtəşəm alınır. Mütləq yaddaşa verin ki, siz də hazırlayın. Bizə lazım olacaq 1 stəkan ilıq süd, 1 stəkan ilıq su və yarım stəkan gördüyünüz kimi duru yağ əlavə edirik. Üzərinə 1 paket maya, 1 ədəd yumurta və 5 yemək qaşığı şəkər tozu əlavə edib qarışdırırıq. Üzərinə 6 yemək qaşığı kakao əlavə edirəm və 7 stəkan da un əlavə edib xəmirimizi yoğururuq. Bu arada unun markasına görə miqdarı dəyişə bilər. Bunu da deyim ki, nəzərə alın. Və biraz ələ yapışan xəmir olmalıdır. Gördüyünüz kimi xəmiri kənarda 1 saat mayalandırırıq. 1 saat mayalandıqdan sonra xəmiri əlimizə duru yağ əlavə edib əlimizlə kündələr hazırlayırıq. Mütləq duru yağdan istifadə edin ki, xəmir əlinizə yapışmasın. Və eyni bu formada, eyni qayda ilə kündələrimizi hazırlayıb bişirəcəyimiz soba listinin içərisində yerləşdiririk və üzərini örtüb 10-15 dəqiqə kənarda gözlədirik. 15 dəqiqə kənarda gözlətdikdən sonra 150 dərəcədə sobada təxmini 25-30 dəqiqə arası bişiririk. Və bişdikdən sonra kənarda yaxşı soyumağını gözləyirik. Soyduqdan sonra içərisindən oyuq açırıq və içərisini şokoladla doldururuq. Mən 2 cür şokoladdan istifadə etdim, ağ və qara. Eyni bu qayda ilə doldururuq içərisini. Və içərisini doldurduqdan sonra üzərinə zövqə görə şəkər pudrası əlavə edirik və servis edirik. Əminəm ki, siz də hazırlasanız çox bəyənəcəksiniz. Çox dadlı və möhtəşəm alındı. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.